Quru boş xəyaldan ədalət umar. Varda günah yox, tamam günahlar o fəhlə başına kül olandadır. Sumqayıt bulvarının tikintisində çalışan fəhlələr ikinci gündür ki, icra qurumlarının önünə üst tutublar. Nəysə bir işıq yeri olar deyə. Təxminən 150 nəfərə yaxın şəxs yeni salınmış bulvarda işləyib, ancaq işlərin yekunlaşmasına 3 ay qalmış maaşlarını ala bilməyiblər. Oktyabrın 7-sində onlar əvvəlcə Sumqayıt şəhər icra hakimiyyətinin önünə toplaşıblar. 3 aydır, 4 aydır süründürürlər. Biz işlədiyimiz əmək haqqımızı ala bilmirik. Harada gedirik bizi qəbul eləmirlər. Eləyirlər. Niyə vermirlər? Neyinə əsaslandırılır? Həmin vaxtda da pullar verilmir. Prezident də gəldi, qəbul elədi işi, açılışını elədi. Ondan sonra bizim pulumuzu verən yoxdur. İndi də yalan doğru deyirlər ki, bizim müdürümüzü gətiriblər prokuraturaya, orada iş həll eləyirlər. Hələ ortaya bir şey çıxmır. Nəticə yoxdur. Çıxmır. O sözlər dəfələrlə olub da. Biz də 3 aydır nə özümüzə bir iş tapa bilirik ki, buradan üzülüşə bilmirik ki, gedə özümüzə bir iş tapaq. Alacağım məbləğdə çox. Vəziyyətimiz pisdir. Uşaqlarımız məktəbdə oxuyur. Onların yeməyi var, içməyi var. Getmirlər, daha doğrusu məktəbə Yol pulusu var. Allah'ım 8.000 dur. 5.000 alan var, 7.000 alan var. Ağzım bəri görmədən deyim, mən almalıyam 1000 manat. Mən almalıyam 8100 manat. Bir deyim. İstədiyimiz pulu istəyirik biz. Halal zəhmətimizlə. Bizə deyirlər ki, müqavilə bağlamayırsınız. Müqavilənin şərtlərimizi göstərməyirlər. Nətər o bizimlə müqavilə bağlaya bilər? İcra hakimiyyətinin rəsmiləri onlara Sumqayıt şəhər polis idarəsinə şikayət verməyə məsləhət görüb. Buradansa onlara deyiblər ki, iş icraçısı Sumqayıt şəhər prokurorluğuna gətirib, ora yollansınlar. 100-dən çox fəhlə yenə yola düzəlib, gediblər prokurorluq önünə. Yaxşı, bunlara işlədiyimiz yerdə gəlsin pulumuzu. 1-2 saat gözləyəndən sonra onlarla maraqlanan olmadığından yenidən Sumqayıt şəhər icra hakimiyyəti önünə qayıdıblar. Buradasa fəhlələr səhər olduğu kimi sakit qarşılanmayıblar, polislər də çəkilişə mane olub. Presdən çıxan adam. Rasiya vətəndaşıdır. Rəndi gələcəklər. Haqqını tələb eylə. İnsansan, deyim, malsan mələ. Yolmuyurlar daşdan səni. Daşdan yolmamışıq, haqqımızı tələb edirik ki, ağımıza qatarılır. Haqqımızı da verən yox. Fəhlələr bildirir ki, günün ikinci yarısı icra hakimiyyətindən onlara pullarının oktyabrın 8-də veriləcəyi vəd edilib. Sentyabrın 27-sində Prezident İlham Əliyev Sumqayıt dənizkənarı bulvarının açılışını eləyib. 4 kilometr uzanan bulvar kompleksinin ümumi sahəsi 106 hektardır.